İsrail tarixində görünməmiş bir hadisə yaşanıb. Belə ki, 250-dən çox keçmiş Mossad əməkdaşı aralarında bu qurumun 3 sabiq rəhbəri də olmaqla Qəzzada müharibənin dərhal dayandırılması üçün ortaq bir müraciət imzalayıblar. İsrail rəhbərliyinə ünvanlanan bu açıq məktubda aydın şəkildə tələb olunur ki, Qəzzadakı hərbi əməliyyatlara İsrail tərəfindən son verilsin və Qəzzadakı İsrailli əsirlər tez bir zamanda geri qaytarılsın. Həmçinin imza atanlar xəbərdarlıq edirlər ki, əgər müharibə davam edərsə, bu İsrailin strateji maraqlarına ciddi zərbə vuracaq və ölkənin beynəlxalq dəstəyi əldən çıxacaq. Onların fikrincə, İsrailli əsirlərin geri qaytarılması üçün yeganə məntiqli yol siyasi razılaşmadır. Oxşar etiraz səsləri artıq daha əvvəl də yüksəlmişdi. Belə ki, hərbi pilotlar, ordu həkimləri və 8200 saylı kəşfiyyat bölməsinin keçmiş üzvləri də bu müharibənin davam etməsindən ciddi narahatlıqlarını ifadə etmişdilər. İsrail daxildə siyasi parçalanma və böhranla üz-üzədir. Bu müraciət isə bir şeyi açıq şəkildə göstərir. Artıq Netanyahunun siyasəti İsraildə təhlükəsizlik Eltaz tərəfindən belə qəbul olunmur və bu rejim daxilində gedərək böyüyən narazılığın bariz göstəricisidir.